Nə cür insanlar olur? Bunlar çox həssas olurlar və bunlar daima özlərini nəzarətdə saxlamalıdırlar. Yeri gələndə bir mütəxəssisdən 3 aydan bir və yaxud da ki, davamlı kontrol altında özlərini, davam elətdirməlidirlər. Yoxsa əks halda onların həyatında çox ciddi travmalar, çox ciddi geri dönüş olmayan stresslərə girə bilərlər. Ona görə də xroniki stressdən əziyyət çəkənlər ilk başda nəfəs texnikaları, idman, sağlıqlı qidalanma, meditasiyanın hər cür növlərinə müraciət eləmək, kimlərə hansı necə yaxşı təsir edir, təbii ki, onun öz bədəni qərar verir. Bir də ki, mütləq həyatlarına yürüyüşü əlavə eləmək, yüksək, əgər xroniki stressi kontrol altına almazsanız, əlbəttə ki, birinci başlıca səbəblərindən yüksək təzyiq yaradır. Daha sonra isə müxtəlif cür xəstəliklər yaradır. Adrenalini yüksəldərək bədəndə böyrəklərə zərər verir. Daha sonra isə müxtəlif cür sinir sıxışmaları yaradır. Davamlı bu insanlar özlərini, bir mütəxəssislə yeri gəldikdə özlərini hər zaman dəstəkləməlidirlər, özlərini hər zaman qucaqlamalıdırlar. Sizə bir texnika göstərəcəm. Bu kələbək, kəpənək adlı verilən özümüzü qucaqlama və də bura edə bilmirəmsə, bax bura. Hər dəfə özünüzə təlkin edərək özümü olduğum kimi qəbul edirəm, özümü olduğum kimi sevirəm, özümü dərindən bağışlayıram, həyatımı olduğu kimi qəbul edirəm. Xroniki stress yaşayan insanların genəldə onlar çox mükəmməliyyətçi bir insan olduqları üçün və də həyatında baş verən hadisələri qəbul etməmək üçün, dirəşdikləri üçün daha da stressləri çoxalır. Baxın, bu yöntəm davamlı bu texnikanızı edə bilərsiniz hər zaman. Bu biraz yüksək vurmaqla mən indi vura bilmirəm, çünki mikrofonda səs edəcək. Ona görə özümü olduğum kimi qəbul edirəm, özümü olduğum kimi sevirəm, özümü dərindən bağışlayıram. Bu özümüzü qucaqlama. Araşdırmalar, bu böyük bir araşdırmaya görə insanlar kimsə ən sevdiyi insanları qucaqlayanda, evdə, ailədə ananız ola bilər, atanız ola bilər, öz övladınız ola bilər, həyat yoldaşınızı, sevdiyiniz dostunuzu qucaqlayanda orada enerji alımı çox müsbət bir şəkildə insanı şəfalandırmaq prosesi baş verir. Sevdiyiniz insanları gün ərzində qucaqlayın. Özünüzü də hər zaman qutuya baxıb qucaqlamağı bacarın və də özünüzü olduğu kimi qəbul eləməyi bacarın. Əgər insan özünü olduğu kimi qəbul